Deməli, verilən suallardan biri İsra və Miraz gecəsini qeyd etmək olarmı? Ümumiyyətlə, Rəcəb ayının 27-ci gecəsini ibadətə qalxmağın hökmü nədir? Rəcəb ayının 27-ci gecəsi münasibəti ilə İsra və Miraz gecəsinə aid olan bəzi məsələlər haqqında qeyd edərək deyirik ki, gecələrin və gündüzlərin fəziləti, üstünlüyü və ya digərlərindən fərqli sayılması ancaq Rasulullahdan sallallahu aleyhi ve sellem gələn sünnədəki açıq dəlillə əsaslanmalıdır. Və məlumdur ki, Peyğəmbərimizdən sallallahu aleyhi ve sellem bəzi gün və gecələrin xüsusiləşdirilməsi və digərlərindən üstün tutulması barədə rəvayətlər nəql olunub. Necə ki, Qədr gecəsi haqqında Quranda onun 1000 aydan daha xeyirli olduğu bildirilmişdir. Həmçinin Peyğəmbərdən sallallahu aleyhi ve sellem bu gecənin üstünlüyü və onun axtarılması barədə bir çox hədislər nəql olunmuşdur. Və eyni zamanda Arafa günü haqqında da dəlillər gəlmişdir ki, həccdə olmayanlar həmin gün oruç tutmalıdırlar və onun orucu keçmiş bir ilin, həmçinin gələcək bir ilin günahlarına kəffarədir. Aşura günü haqqında da gəlmişdir ki, o keçmiş bir ilin günahlarına kəffarədir. Beləliklə, gecələrin və gündüzlərin ibadət üçün xüsusiləşdirilməsində əsas götürülən meyarı yalnız Rasulullahdan sallallahu aleyhi ve sellem sabit olan sünnədir. İnsanların bir çoxu arasında İsra Miraz gecəsinin Rəcəb ayının 27-ci gecəsi olması geniş yayılıb. Bu səbəbdən onlar həmin gecəni qeyd etməyə, onu digərlərindən fərqləndirərək xüsusi ibadətlər və müxtəlif mərasimlərlə keçirməyə çalışırlar. Halbuki Miraz gecəsinin məhz Rəcəb ayının 27-ci gecəsinə təsadüf etməsi sübuta yetirilməmişdir. Hətta bu tarix Səhihində, Buxari, Müslimdə və ya digər mənbələrdə səhih şəkildə sabit olsaydı belə, yenə də heç kimin həmin gecəni xüsusi ibadətlərlə seçib ayırmağa və onu digər gecələrdən fərqləndirməyə ixtiyarı yoxdur. Çünki gün və gecələrin ibadət üçün xüsusiləşdirilməsi və fərqləndirilməsi yalnız dəlilə və Rasulullahdan sallallahu aleyhi ve sellem gələn sünnəyə uyğun olmalıdır. Bu gecə barəsində isə, yəni orada ibadət edilməyə gəldikdə isə heç nə varid olmamışdır. Peyğəmbər sallallahu aleyhi ve sellem səmaya ucaldıqdan, yəni səmaya qalxdıqdan sonra daha 13 il yaşamış və ondan bu gecəni qeyd etmək barədə nə bir əməl, nə də bir tapşırıq nəql olunmamışdır. Miraz hadisəsi hicrətdən 3 il əvvəl baş vermişdi. Hicrətdən sonra isə Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinədə 10 il yaşadı. Bütün bunlara baxmayaraq, ondan bu gecədə hər hansı bir xüsusi əməllə fərqləndirdiyinə dair heç nə nəql olunmamışdır. Həmçinin bu hadisənin konkret hansı gecədə, nə 27-ci gecəsində, nə də başqa bir gecədə baş verməsi səhih və sabit yollarla sübuta yetirilməmişdir. Hətta bu tarix sabit olsaydı belə, yenə də heç kimin həmin gecəni xüsusi ibadətlə seçib ayırmağa ixtiyarı yoxdur. Çünki bir zamanı ibadət üçün xüsusiləşdirilmək yalnız dəlillə və Rasulullahdan sallallahu aleyhi ve sellem sabit olan sünnəyə uyğun olmalıdır. Məlumdur ki, bütün xeyirlər Rasulullaha sallallahu aleyhi ve sellem və ondan sonra gələn sahabələrinə tabi olmaqdadır. Ondan sonra gələn Raşidin xəlifələrin dövründə Əbu Bəkir 2 il bir neçə ay, Ömər 10 il bir neçə ay, Osman 12 il bir neçə ay, Əli 4 il bir neçə ay, Allah hamısından razı olsun, xəlifəlik etmişdir və bu Raşidi xəlifələrin xilafəti müddəti isə xəlifəliyi cəmi 30 il olmuşdur. Lakin onlardan heç birindən bu gecəni hər hansı bir əməllə xüsusiləşdirdiklərinə və ya onu digər gecələrdən fərqləndirdiklərinə dair bir rəvayət gəlməmişdir. Beləliklə, bu gecəni digərlərindən fərqləndirmək və digər gün və gecələrdə olmayan xüsusi ibadətləri orada yerinə yetirmək barədə
Rasulullah'dan sallallahu aleyhi ve sellem heç bir sünnə gəlməmişdir. Peyğəmbərimizdən sallallahu aleyhi ve sellem gələn dəlillər isə göstərir ki, zaman və məkanın, yəni zamanları və məkanları, onların fəzilətlərlə xüsusiləşdirilməsi və ibadətlərlə fərqləndirilməsi yalnız Rasulullahın sallallahu aleyhi ve sellem gətirdiyi sünnəyə uyğun olmalıdır. Məhz bu səbəbdən Peyğəmbər sallallahu aleyhi ve sellem möminlərin anası Ayşə, Allah ondan razı olsun, rəvayət olunan və səhihliyi üzərinə ittifaq edilmiş hədisdə buyurmuşdur. Kim bizim bu işimizə, yəni dinimizə ondan olmayan bir yenilik gətirərsə, o rədd olunar, o əməl rədd olunar. Müslim rəvayət etdiyi ləfzdə isə belə buyurulur, kim bizim əmrimizə uyğun olmayan bir əməl edərsə, o rədd olunar. Peyğəmbər sallallahu aleyhi ve sellem Əl-İrbad ibn Səriyənin radiyallahu anhu, Allah ondan razı olsun, rəvayət etdiyi hədisdə buyurmuşdur. Sizdən məndən sonra yaşayanlar çoxlu ixtilaflar görəcəklər. O zaman mənim sünnəmə və məndən sonra gələn doğru yolda olan Raşidi xəlifələrin sünnəsinə sarılın, ondan bərk yapışın və azı dişlərinizlə ondan tutun. Dində sonradan çıxarılan işlərdən, yeniliklərdən çəkinin, çünki hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir. Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə sünnəyə tabi olmağa təşviq etmiş, dində sonradan uyurulan işlərə düşməkdən isə xəbərdar etmişdir. Onun deməsi ki, mənim sünnəmə və məndən sonra gələn doğru yolda olan Raşidi xəlifələrin sünnəsinə sarılın. Bu onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bizə sünnədən möhkəm yapışmağı əmr etmişdir. Və həmçinin də dində sonradan çıxan işlərdən bizi çəkindirmişdir. Çünki hər bir yenilik, dinə gətirilmiş hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem sözləri, yəni bu sözlərlə o bizi qorxutmuş və həmçinin də bu sözləri ilə bizə xəbərdarlıq etmişdir ki, dində yeniliklər etmək olmaz, hər bir yenilik bidətdir. Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə Allahın dinində edilən hər bir yeniliyin bidət olduğunu və hər bir bidətin azınlıq, zəlalət olduğunu xəbər vermişdir. Buna görə də İslamda gözəl bidət, bidə həsənə belə bir şey yoxdur. Və heç kəs bunu iddia edə bilməz. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, hər bir bidət zəlalətdir. Peyğəmbər sallallahu aleyhi ve sellem bütün bidətləri zəlalət olaraq vəsf etdiyi halda necə demək olar ki, İslamda gözəl bidət var. Beləliklə, vacib olan dəlilə tabi olmaq və Peyğəmbərə sallallahu aleyhi ve sellem ardıcıl şəkildə tabi olmağa can atmaqdır. Əgər bir kəs bəzi gecə və gündüzləri hər hansı bir əməllə xüsusiləşdirmək istəyərsə, əvvəlcə dəlil haqqında soruşsun. Görsün ki, bu barədə Rasulullahdan sallallahu aleyhi ve sellem bir sünnə, bir hədis gəlirmi? Necə ki, Arafa günü haqqında onun oruç tutulması və bu orucun keçmiş və gələcək bir ilin günahlarını örtməsi barədə rəvayət gəlmişdir. Eyni zamanda Şəvval ayının 6 gününü istər ayın əvvəlində, istər ortasında, istərsə də sonunda olsun, istər ardıcıl, istərsə də dağınıq şəkildə xüsusiləşdirib oruç tutmaq barədə Rasulullahdan sallallahu aleyhi ve sellem hədis varid olmuşdur və bu sünnədə gəlmişdir. Eyni zamanda Qurban Bayramı gününün və ondan sonraki 3 günün, təşrik günlərinin, yəni heyvanlar kəsməklə uca Allaha yaxınlaşmaq üçün xüsusiləşdirilməsi də şəriətə əsaslanıb və bu Peyğəmbər sallallahu aleyhi ve sellemdən sabit olmuşdur. Beləliklə, ibadətlər yalnız uca Allahın həmin ibadətlərin yerinə yetirilməsini buyurduğu günlərdə və mövsümlərdə icra olunur. Lakin əgər bu barədə Rasulullahdan sallallahu aleyhi ve sellem heç bir şey gəlməyibsə, sonra isə bir kəs gəlib hər hansı bir gecəni, günü və ya ayı ibadətlərlə xüsusiləşdirib digərlərindən fərqləndirirsə, bu dində sonradan çıxarılan və uca Allahın dinində icad edilən bidət işlərdən sayılır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sünnəyə tabi olmağı təşviq etmiş
bidətlərə düşməkdən isə bizləri xəbərdar etmişdir. Və bu qeyd etdiklərimi Şeyx Abbad, Allah onu qorusun, Abu Davudun şərhində buyurmuşdur.